Bilirsiniz, Azərbaycan bu günlərdə ayrı-ayrı sahələrdə, ayrı-ayrı istiqamətlərdə Amerika Birləşmiş Ştatlarına əməkdaşlıq edir. Sadəcə biz indi nəyimiz var və bundan qabaq vəziyyət necədir? 2002-ci ildə belə baxsaq, 23 il qabaq Azərbaycan bugün elm, kiber təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi, texnologiya, logistika, ticarət sahəsində, bulut sistemin qurulmasında və dövlət sektorunda, qeyri-dövlət sektorunda bu günlərdə də hətta cənab nazirin rəqəmsal məsələlər üzrə görüşləri keçirilib bu məsələ Google-la, Intel-la, digər təşkilatlarla. Bugün biz Trump yolu təkcə yox, eyni zamanda Amerika Birləşmiş Ştatlarının regionda maraqlarını nəzərə alsaq, Azərbaycanın maraqlarının üst-üstə düşdüyünü görürük. Ancaq 2002-ci ildə Azərbaycan, artıq İlkin müəllim burada bildirdi, 2002-ci ildə vəziyyət biraz fərqli idi. İnsan hüquqlarla bağlı departamentlər hesabatları vardı, insan alveri ilə bağlı hesabatları var idi. Azərbaycanı bəzi hallarda fərqli imicinə təsir edən məqamlar qeyd edirdilər. Dırnaq işarəsində dediyimiz kimi də belə deyək, obyektivliyə dırnaq işarəsi yanaşmalar var idi. Ancaq o vaxtı Azərbaycan Respublikasında NATO ilə əməkdaşlığı və onun çərçivəsində Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik məsələsində Azərbaycanın fikirləri fərqli idi. Ancaq buna baxmayaraq da bu günə qədər də Azərbaycan Respublikası, hansı ki biz problemləri müşahidə edirdik 20-ci ildə silahlı qüvvələrin təkmilləşdirilməsi ilə, yeni texnologiyanın əldə edilməsi ilə bağlı o məhdudiyyətlər tətbiq edilirdir. Bu günlərdə də bu problemlər var. Ona görə də bugün biz o problemləri aradan qaldırmaq üçün sadə bir məqam, süni intellektin silahlı qüvvələrin fəaliyyətinin gücləndirilməsinə, deyək ki, kiber təhlükəsizlik bugünkü reallıqdır. Bir dənə şirkətin nümunəsində Palantir. Palantir kontrakt bağladı, deyək ki, Amerika ən böyük şirkətlərdən biridir ki, hökumətlə əməkdaşlıq edir. Polşanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kontrakt bağlandı. Palantirin şirkəti rəhbəri prezidentlə Polşanın. Sadəcə bu rəqəmləri gətirəndə biz başa düşürük ki, regionda bugün təhlükəsizlikdən söhbət gedirsə, innovasiyaların tətbiqindən söhbət gedir. Və Azərbaycan da o innovasiyanın tətbiqində iştirak etmək istəyir. Buna hansı ölkələr malikdir bu günlərdə? Çin Xalq Respublikası və eyni zamanda Amerika Birləşmiş Ştatları. Üçüncü ölkə yoxdur, hansı ki bu texnologiyalara malikdir. İsrail qismən malikdir. 20-ci ildə də biz onu bugünə kimi istifadə edirik. Ödənişli şəkildə Azərbaycan heç bir əməkdaşlıq eləmir, heç bir hökumətlə, Ermənistandan fərqli olaraq, belə deyək. Buna baxmayaraq, bu texnologiyalar bugün Azərbaycana lazımdır. Və bu təkcə təhlükəsizlik deyil, təhlükəsizlik birinci məqamdır. İkinci məqam dediyimiz kimi iqtisadiyyat, infrastrukturun təhlükəsizliyi, kiber təhlükəsizliyinin təmin edilməsi, elmin inkişafıdır və bu özəl şirkətlərin roludur. Mən bir məqamı gətirmək istəyirəm ki, hansı ki gələcək üçün 2030, 35, 40-cı illərdə qiymətləndiriləcək. Bugün Azərbaycan baxır 2040-a, 2050-yə. Bugün yaradılan münasibətlər həmin özəl şirkətlərdən, həmin departamentdə, Amerika Birləşmiş Ştatlarının xüsusi ixtisaslaşmış departamentlərdən o əməkdaşlığın nəticələrini gətirəcək. Bu isə dediyimiz kimi, bu günlərdə Ermənistan Respublika Nvidia şirkəti ilə kontrakt bağlanılıbdır ki, yarım milyardlıq dollarlıq zavodun, orada çip istehsalı zavodun açılması ilə bağlı. Yeri gəlmişkən orada erməni lobbisində gücü var. Niyə görə ki, həmin Nvidia şirkətinin rəhbəri mavini özü birbaşa dediyimiz kimi erməni əsirlidir. Və digər məqamlar da vardır. Dediyimiz ki, lobbinin təsiri. Azərbaycan bu məqamda nələr elə bilər? Hansı formatda? Intel-dır, Google-dur. Bu günlərdə o kontraktlar bağlanılır, bu günlərdə o görüşlər keçirilir və digər sahələrdir ki, var. Ölkənin internet təhlükəsizliyi, ölkənin fiziki təhlükəsizliyin, ölkənin silahlı qüvvələrinin aktivliyinin, fəaliyyətinin qoşulmağına. Və biz də bunu müqayisə edəndə 2002 ilə 25-i baxmalıyıq ki, Azərbaycanın fərqli vəziyyəti. Haradakı silahlı qüvvələri NATO layihələrinə cəlb edilmişdir. Təkcə Əfqanistana yox, yeri gəlmişkən layihələr dediyimiz kimi bizim silahlı qüvvələrimiz, xüsusi ixtisaslaşmış ordu növlərimiz fərqli layihələrdə iştirak etmişdir bunu. Türkiyə Cumhuriyyəti nümayəndələrinin yanaşı. Ancaq ki, bu günlərdə artıq başqadır fəaliyyət. Ona görə də müqayisə edilməyən və mən də tamamilə razıyam Aydın müəllimdən ki, biz bunu bilmirik 2 ildən sonra nə olacaq? Reallıqda demokratlar gələndə hansı layihələr olacaq? Biz bunu yeri gəlmişkən respublikaçılar gələndə, deyək ki, Trump yenidən seçiləndə sonuncu Biden'ın qərarlarında və onun katibin qərarlarında dediyimiz kimi birbaşa Ermənistanla strateji əməkdaşlığın memorandumu qol çəkilmişdir. Baxmayaraq ki, hökumət gedirdi.
baxmayaraq ki, prezident dəyişirdi, katib də dəyişirdi. Buna baxmayaraq onlar bunu qol çəkdi. Baxmayaraq ki, o sənəd qüvvəyə də getmədi, minmədi. Buna da baxmayaraq onlar gözləyirlər. Ona görə də biz bu 2 il ərzində respublikaçılar parlamentdə balansını, parlamentdə deyirəm, üzr istəyirəm, konqresdə və senatda, eyni zamanda palatada dediyimiz kimi bunlar bugünkü gün balansı nəzərə alıblar, tənzimləyiblərsə, burada paritet varsa istifadə etməliyik və təkcə burada eyni zamanda bu günlərdə dediyimiz kimi bu 9-7-ci dırnaq işarəsində azadlığa xidmət göstərən bənddən söhbət getmir, sazişdən getmir. Burada böyük layihələr özündə əks etdirməlidir və mən İlkin müəllimlə razıyam ki, bugün bunun aradan qaldırılması daha çox Amerika Birləşmiş Ştatlarının öz şəxsi maraqlarından, hansı ki, İsraillə və eyni zamanda Türkiyə Cumhuriyyətinin əməkdaşlığıdır və burada İbrahim Avraamov sazişinə dəvət alıbdır artıq Azərbaycan Respublikası. Biz bilirik ki, həmin sazişə qoşulması və Azərbaycan Respublikası silahlı qüvvələrin də yeri gəlmişkən həmin ölkələrə dediyimiz kimi sülhməramlı adı ilə iştirak proseslərdə cəlb edilməsi təklif də almışıq. Bu